Hər kəsə salam. Bugünkü videomuzda biz bateriyanın sökülməyi ilə bağlı bir çəkiliş aparacağıq. Deməli, gördüyünüz arxamızda olan model Highlanddır. Yeni Model 3'dür. Müştəri maşını zədəsiz alıb, amma halbuki Bakıya gəldiyi zaman bəlli olub ki, maşının undercarriage var və indi mən sizə göstərəcəm ki, niyə undercarriage Model 3 ümumiyyətlə elektromobil almaq olmaz və fəsadları nələr olacaq, onunla rastlaşasınız, görəsiniz. Deməli, hal-hazırda bu arxamda olan Highland'ın, gəlin sizə göstərdim, danışa-danışa. Altındakı bu bateriyanın soyutma kanalları, trubkaları belə desək, gördüyünüz kimi zədələnib və bunu Bakıya gələndə bərpa ediblər. Buradan xamutla bağlanıb, bu hissəsi germetik olunub, bu hissəsi təkrar bərpa olub. Müştəri artıq xərc eləməsin deyə ona belə bir təklif ediblər. Yəni, ən pisi isə bu gördüyünüz, bax, bu hissə bateriyanın içindən çıxan bir kanalın belə bir germetik bərpası olub və hal-hazırda avtomobil izolyasiya problemi görür. Yəni, bu o deməkdir ki, bateriyanın daxilində izolyasiya problemi var, antifriz var artıq. Buna görə bateriya söküləsi olacaq. Ətraflı gedişatı mən sizə çəkə-çəkə göstərəcəm və bateriyanı açanda biz nə ilə qarşılaşacaq, onu da özünüz şahid olacaqsınız. Deməli, gəlin sizə belə bir aşıbqanı da göstərdim. Battery Coolant Fluid BMS A124. Yəni, heç arzu olunmayacaq bir aşıbqadır. İzolyasiyası isə kontaktor qoşulmur, izolyasiya isə təxminən 650 megaohm göstərir. Keçmiş olsun, başqa işlə. Gəlin sökək bateriyanı. Bir də bateriya yerdəykən çəkim göstərdim. Bu hissəyə baxın. Hərəkət edir. Artıq ikinci günün sonudur. Suda batmış adını qoysaq Highland'ın bateriyasının iki seksiyasını sökmüşük. Gəlin sizə göstərdim. Bu vannada gördüyünüz antifriz tamamilə bateriyanın içindən çıxandır. Və bu isə hal-hazırda olan vəziyyət. Seksiyaların ikisi çıxıb. Onların alt hissəsi, döşəmə hissəsi bu vəziyyətdədir. Bu ikisinin müəyyən qədər hissəsini təmizləmişik, antifrizini. İş prosesi davam edir. Bunların qurudulmağı, bərpası, təmizlənməyi uzun bir müddət çəkəcək hələ. Yəqin ki, siz damcıları görürsünüz. Bu nisbətən üzdən elə təmizlənmiş halıdır. Hələ ki, proses davam edir. Növbəti günlərdə yenə çəkilişləri aparıb sizə göstərəcəm.
Deməli yekunlaşıb. Gözləyirik. Nə gəlsin Rəşid? 4500. 4000'den yukarı ne gelse, Var mı hatıran? 4000'den yukarı ne gelse razıyım. Gözləyəcək. Beləmi? Bu qalın deyil, nazikdir bu. Bu sadəsidir. Tamam. İnşallah gelesidir. Gözləyək. A few moments later. $4500. Tamına. Maşın buraya geldiğinde 0 idi. Xeyirli olsun. Şöyle olsun. 11-ci günün sonu və sonunda bu haylanla işimizi bitirdik. İzolyasiya məsələsində problem var idi, xatırlayırsınızsa. Şlanqları zədələnmişdi. Motor, bateryanın içinə antifriz dolmuşdu. Hal-hazırda bütün işlər yekunlaşıb. İzolyasiyası qaydasındadır. Maşın tam hazır vəziyyətdədir. Hər şey qaydasındadır. Belə keçmiş olsun deyək. İnşallah ki elektromobil alarkən bu kimi şeylərə diqqət yetirin. Undercarriage heç bir halda tövsiyə eləmirəm almağı. Yəni baterya korpusu belə zədələnə bilir. Seksiyalar zədələnə bilir. Yəni xoşa gəlinən qəza növü deyil. Belə gələn videolarda görüşmək ümidi ilə. Sağ olun.